Xəbər verdiyimiz kimi Sumqayıtda eyni ailənin 6 üzvü dəm qazından zəhərlənib. Hadisədə 2 yaşlı qızını itirən ata Kamil Cəbrayılovun vəfat edən körpəsini morqdan çıxardığı anlar insanları duyğulandırıb. 9 uşaq atası xəstəxanaya yerləşdirilən uşaqlarından ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Ailə başçısı hadisə gecəsi uşaqlarının vəziyyətinin qəfil pisləşdiyini və çarəsiz qaldığını bildirib. Müalicələrini davam etdirmək üçün uşaqları xəstəxanadan evə gətirmişdim. Dünən gördüm ki, hamısı yerə yıxılıb. Təcili yardım çağırdıq və uşaqları xəstəxanaya çatdırdıq. 4-ünün vəziyyəti normal, ikisi isə ağır idi. Kamil Cəbrayılovun sözlərinə görə xəstəxanada uşaqların 4-ünün vəziyyəti stabilləşsə də, 2 övladının durumu ağır olub. Təəssüflər olsun ki, səhər saat 5-də zəng edib Gülcənnətin dünyasını dəyişdiyini bildirdilər. Çox ağır dərddir. Qızımı indicə dəfn edib gəlmişəm. Hazırda digər 5 övladımın müalicəsi davam edir. Tək duam onların sağ-salamat ayağa qalxmasıdır. Qeyd edək ki, aparılan müalicə və müayinələrə baxmayaraq, 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin həyatını xilas etmək mümkün olmayıb.